Dünyada əslində dəri xəstəlikləri olaraq biz morbiddə dediyimiz, yəni genel olaraq baz alsaq, dəri xəstəlikləri biz həm uşaqlarda, həm yetişkinlərdə biz bu xəstəlikləri daha çox görürük. Sızanaqlar və ekzemanı biz daha çox görürük. Bu əlbəttə ki, belə deyim sizə, uşaqlıq dövründə biz bunu qidalanmada və yaxud da genetik olaraq və yaxud da irsi olaraq dediyimiz yolda biz bu xəstəlikləri biz aşkar edirik və belə deyim sizə, çox zaman biz bütün pasientlərdə, yəni bu Azərbaycanda olsun, mən Türkiyədə uzmanlaşdığım dövrdə, mütəxəssisləşdiyim dövrdə belə ekzema və sızanaqdan daha çox insanların əziyyət çəkdiyini görürdük. Sızanaqlar da özləri bir çox bir mövzuya ayrılır. Biz burada onları danışacaq olsaq, bəlkə bir günümüzü həsr eləyəcək. Biz tibb təhsili zamanımızda uzaqlaşdığımız zaman, ixtisaslaşdığımız vaxtımız bizim demək olar ki, bir çox təhsilimiz sızanaqlar, dəri törəmələri, nervislər bunlar haqqında uzun bir məlumatdadır. Sızanaqlar özləri içində, yəni belə deyim də, bir neçə dala bölünür. Ən çox bizim gördüyümüz sızanaqların həm üst sızanaqlar, həm də başda yerləşən sızanaqlardan biz buna qıl folikulit iltihabı deyirik və yaxud da acneiris vulgaris dediyimiz sızanaqlardır. Həm yeniyetməlik dövründə, həm yağlı dəridə, quru dəridə. Yəni biz bunu xüsusi müalicələrlə tətbiq eləyirik və yaxud da xüsusi anamnez forumları toplayaraq pasientlərin bunun kökünə ermək lazımdır ki, biz baxaq görə bu sızanaq nədən yaranır.